Salam bir daha, xoş gördük. Yenə bu gün sizə süni intellektdən danışacağam. Bu süni intellektin adı Meta AI-dir. Yəni çox qəşəng süni intellektdir. Həm pulsuzdur. Yəni süni intellektlər var ki, AI-lər var ki, yəni bahalıdır, pulludur. Yəni onunla iş görmək olmur, heç nə eləmək olmur. Amma bu birbaşa, yəni nələr öyrədir sizə? Məsəl üçün bura fərqi yoxdur. Məsəl üçün bir şəkil qoyaq. Baxın, diqqətlə. Bu birbaşa bu şəkili birbaşa videoya çevirir. Yəni fərqi yoxdur, nə şəkil qoysaz o birbaşa video çevirir də. Yəni bu pulsuzdur. Diqqətlə yetirək bir dənə. Baxın. Yəni çox pulsuz, yəni çox rahat. Düzdür, təzə çıxıb bu. Çox adamlar bəlkə də bunu bilmir. Adı Meta AI-dir. Baxın. İndi görün nələr düzəldir. Yəni hərəkət elətdirir videonu. Baxın. Gördünüz? Yəni çox elə proqramlar var ki, təkcə bunu düzəltmir. Məsələn, burada yazaq, birbaşa şəkil yaradır. Baxın. Şəkil yaradır. Və onu birbaşa videoda çevirə bilir. Diqqətlə qulaq asın, zəhmət olmasa. Baxın. Gördünüz, çox qəşəng şəkillər. Bunun üstünə belə vuranda burada animativ var. Yəni buradan birbaşa görürsünüz, bunu yükləyə də bilərsiniz. Save sözü var. Yəni yükləmək. Buradan vuranda yəni video. Bura yazırsınız video. Məsələn, yarat. Baxın. Birbaşa yəni bunu videoya çevirir. Yəni belə dərsləri mən sizə çox öyrədəcəm. İnşallah kanalıma abunə olun və like atın. Yəni pulsuz dərslərdir. Belə şeyləri öyrənsəz yaxşı. Öyrənsəz yaxşı. Ümumiyyətlə cavanlar. Baxın, gördünüz nələr yaradır. Çox qəşəng. Sonra bunun üstünə vurursunuz, elə buradan yükləyin. Belə. Gördünüz? Çox qəşəng. Allah sizdən razı olsun. Kanalıma abunə olun və like atın. Zəhmət olmaz, xahiş edirəm.